3 gün o ortak uluslararası ortak Türk alfabesi simpozyum. Buradan 3 nəfər getdiniz. Buradan 3 nəfər getdik. Mən idim, rəhmətlik Vaqif Aslanov idi, professor, akademiyada işləyirdi. Bir də mənim elmi rəhbərim olmuş Əl-Əsəd Abdullayev. Üçümüz getdik. Oradan da Türkiyə alimləri də gəldi, qoşuldu. Orada bunu qəbul elədik, ortaq Türkiyə əlifbası. O kitab kimi çıxdı. Hamısında orada zaten imzası var. Sənət. Mən burada komissiya sədri olduğum üçün, yəni birbaşa mənim vəzifəm idi. Onu ortaq əlifbanı gətirdim burada. 91-ci ilin 25 dekabrında parlament bunu qəbul elədi. O gündür, bu gündür biz ortaq Türk əlifbası işlədirik. Yəni bugün 32 hərfli əlifbamız ortaq Türk əlifbası. Hətta 34 deyirlər orada qəbul olunur. Niyə 34-dür? 34 ümumidir. Amma elə Türk xalqı var ki, orada deyək ki, f səsi yoxdur. Yoxdur. O işlətmir onu. Bizim dilimizdə məsəl üçün double o var, o. Yoxdur. Uyğurlarda var. Tatarlarda biz dağ deyiyorlar, tavuk deyir məsəl üçün. O prinsiplə ki... Eng, NG o da var şeydə, Türkmenlərdə var. Ortaq əlifbada o var. Var. Biz onu niyə burada qəbul edə bilmədik? Rüfət və uzun söhbət. Çünki o əlifbanı mən qəbul elətdirənə qədər 5-ci kolon Rus 5-ci kolonu, İran 5-ci kolonu və hətta ən maraqlıdır ki, cəhbəçilər bunu əleyhinədilər. Deməli, rəhmətlik prezident Ayaz Mütəllibov fərmana imza atandan 3 saat sonra prezident aparatının qabağı doldu mitingçilərlə. Niyə etiraz olunurdu? İran kolonu deyirdi ki, ərəb əlifbasına qaydaq, fars əlifbasına. Yəni İran meyllilər. Yəni Rus meyllilər deyirdilər ki, Kiril Rus əlifbası qalsın. Cəhbəçilər də deyirdilər ki, ortaq əlifbanı yox, Türkiyənin əlifbasını götürək. Bunlara başa sala bilmirdim ki, Türkiyə əlifbası 29 hərfdir. O bizim dilə yaramır. Başa sala bilmirdim ki, bu ortaq əlifbadır. Gələcəkdə bütün Türk xalqları bunu işlədəcəklər. Burada bir məni maraqlandıran sual var. Məsələn, İngiliscədə, yəni Latin əlifbasında da onlar illərdə istifadə edirlər. Bir X hərfi var. Biz onu X kimi istifadə edirik. Bu ideya hardan doğub? O X-dir, X-dır. X-dır mı? X-dır. O Yunan o vaxt bir 3000 il bundan qabaq əlifba qəbul eləyəndə etrosklardan aldılar, onu artırdılar. X kimi, X kimi. Yəni əvvəl X olub, sonra X olub. Aydın. Yəni onu hamı X kimi oxumur. X kimi də oxuyan var onu, X kimi də oxuyan var. Onun bu Türk əlifbasına dəxli yoxdur. Yəni biz həmin işarəni, o X hərfinin işarəsini Məmməd Əmingilin vaxtından işlədə gətiririk. Siz 91-ci ilin 25 dekabrında təsdiq olunan o 32 hərfin içərisində X da olub da? Əlbəttə. Çünki Türkiyədə X səsi yoxdur. Məsələn, biz xeyr deyərik, hayır deyərik. Onlar hayır deyər də, heydir. X səsi yoxdur, ona görə deyirəm. Var. Anadolu'da var. Ona yanlış olaraq əlifbalarına salmayıblar. Niyə? Çünki Türkiyədə 2 əsas ləhcə var. Bir xalqın danışdığı dil. Onlar da xoş gəldin deyir də, hoş gəldin demir. Onlar da Xəzər deyir də, Hazar demir. Bir də var, o ədəbi dil kimi işlənən İstanbul çevrəsilər. Onlar H deyir. Əsas dil xalqın işlətdiyi dildə var. Mən Şərqi Anadolu'da biz ona rast gəlirik əlbəttə. Əlbəttə. Cənub Şərqi Anadolu. Mən o kəndlərin hamısını gəzmişəm. Ərzurumdur, Caddə, Qarsdır, İqdirdir, Mardinə qədər. Bizim kimi danışırlar. Əsas da o məsələnin başında
Elçi dururdu rəhmətli ki, Türk Birliği'ne göre. Türkiye Birliği, Türkiye Türkiye'yle. Ben Türk Birliği'yle zad edirdim, o Türkiye'yle birliğe. O da onun ideyasıydı. Ve təkcə o xırın üstündə qırdıq bir-birimiz. Dedim ona, ağabey, sən deyəni qəbul elədim. İndi bir adam orada xırırlayıb ölür. Onu əlifbayla yaz görüb. Yazarsan xırırlayıb ölür. Tamam, əks məna. Ama dedim, mən dilçiyəm də qardaş, mən bir şey bilirəm ki, nəsə çox çətinliklə o keçdi. İndi gör, 91 hara, 2026 hara gör, neçə ildir biz onu işlədirik. 35 ildir. O birisi Türk Dövlət Birliyində olan xalqlar yığışdılar keçən Bakıda, həmin o bizim əlifbanı qəbul elədilər. Türkiyə əlifbasını yox, bizim əlifbanı, ortaq əlifbanı. Deməli, mən Azərbaycanı bir 35 il qabağa saldım da. Bu otaqda Rüfət bəy, Nazarbayev 5 profesör göndərmişdi bura. Bu otaqda qəbul elədim. O məqsədlə gəlmişdilər ki, 3 kişi idi, 2'si qadın idi. Hamısı da profesör. O məqsədlə gəlmişlər ki, biz də əlifbanı dəyişmək istəyirik. Sadəcə hansı çətinliklər olacaq, hansı yolla getməliyik, onları sizdən öyrənmək istəyirik. Çünki sən bu işlə sən məşğul olursan. Düz 4-5 saat bunları izah elədim. Bu çətinlik olacaq, bu olacaq, bu olacaq, bu olacaq. Axırda sağ ol deyib getdilər. Bir həftə keçməmişdi, zəng elədilər ki, Feridun Bey, у нас не получится это. Niye? Soruşuram niye? Dediler ki Nazarbayev'i elə daireye alıblar. 5. kolon. Yanına gedə bilmirik ki, kardeş bunun yolu bu değil. O söhbətdən də bir-iki ay sonra Nazarbayev istifa verdi. Ha, onda son ildə 22 təxminən 5 ilin sözüdür dediyiniz, elə mi? İndi il yadında deyil, yani o dövrü mən da deyirəm. Bunları niyə deyirəm, Rüfət bəy? Yani biz eğer Türk Devletlerinin Birliğini yaradırıqsa, Turan'a giden yolu yaradırıqsa, bu yolun pillələri var. Birinci əlifbadır belə. Birinci əlifba. Aydındır. Ona göre bu, yani hamısı bu əlifbanı qəbul edəndən sonra iş asanlaşacaq, ortaq dərsliklər yazacaq, yaranacaq. Sonra ortaq, ki, ordudur, ortaq puldur və s. Birinci yol budur.